Elhamdülillahi Rabbil alemin ve sallallahu ve sellem ala nebiyyina Muhammed ve ala alihi ve sahbihi ecma'in. Eşhedü en la ilahe illallah vahdehu la şerike leh ve eşhedü enne Muhammeden abduhu ve rasuluhu emma ba'd. Həqiqətən də Allah Subhanahu taala'nın bizlərə fərz etdiyi əməllərdən sonra ən üstün olan əməllər Allah üçün elm tələb etməkdir. Və bir elmin fəziləti onun nəyə bağlı olmasına qayıdır. Yəni hədis elminin fəziləti Peyğəmbər sallallahu aleyhi və səlləmin kəlamını öyrəndiyimiz üçündür. Həmçinin təfsir elminin fəziləti Allah Subhanahu taala'nın kəlamını öyrəndiyimiz, başa düşdüyümüz üçündür. Və bu baxımdan da elmlərin ən fəzilətlərindən biri də Allah Subhanahu taala'nın ad və sifətlərini, yəni Əsmaül Hüsnəni öyrənmə elmidir ki, bu elm bizə Allah Subhanahu və Taala'nı tanıdır. Hansı ki qul, yəni bu elmi öyrənməyə qulun çox ehtiyacı var. Çünki qul tanımadığı Rəbbinə necə ola bilər ki, düzgün şəkildə ibadət etsin? Qul Allah Subhanahu taala'nı sevmək üçün, Allaha layiqincə ibadət etmək üçün, Allahdan haqqı ilə qorxması üçün mütləqdir ki, Allah Subhanahu taala'nı tanımalıdır. Və Allah Subhanahu taala'nı tanıması da Allahın ad və sifətlərini bilməsi ilə olur. Və bizim Rəbbimizin ən gözəl ad və sifətləri var. Necə Allah Subhanahu taala Quran-Kərimdə buyurur: "Və lillahil əsmaul husna." Ən gözəl adlar Allaha məxsusdur. Həmçinin Əhl-i-Sünnə və Cəmaənin Allah Subhanahu taala ad və sifətlərini qəbul edib başa düşməkdə öz mənhəcləri var və bu mənhəcdə Allah Subhanahu taalanın elçisinin Muhammed sallallahu aleyhi və səlləmin və onun səhabələrinin və sələf-i salihin mənhəcinə uyğundur. Bu da nədir? Allah Subhanahu taala'nın ad və sifətlərini olduğu kimi qəbul etmək və Allah Subhanahu taala'nın ad və sifətlərini mənasını dəyişdirməmək, mənasını yozmamaq, nəyəsə bənzətməmək və inkar etməmək. Əhl-i-Sünnə ad və sifətlərdə bu dörd məsələyə tabedir. Allah Subhanahu taala nəyi özünə aid edibsə və Allahın elçisi nəyi Allaha aid edibsə, biz onu Allaha aid edirik və nəyi Allahdan uzaqlaşdırıbsa, Allah Subhanahu taala özü və Allahın elçisi Muhammed sallallahu aleyhi və səlləm, biz də onu Allahdan uzaqlaşdırıb Allahı ondan münəzzəh edirik. Allah Subhanahu taala daha doğrusunu bilir.